Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV'nin efirində mübarək Ramazan ayına həsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Ramazan ayı və duadır. Qonağımız isə ilahiyyatçı Hacı Mircəfər Əyyubovdur. Seyid, xoş gəlmisiniz. Selamünaleyküm, xoş gününüzdə gəlim. Çox sağ olun ki, dəvət eləmişsiniz. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk. Dua mövzusu həqiqətən nəinki İslam dini, bütün səmavi dinləri əhatə eləyən və qeyri-səmavi dinləri də əhatə eləyən əslində qalsa çox geniş mövzudur. Amma ələlxüsus İslam dinində və mübarək Ramazan ayında ayrıca bir məna qazanır, ayrıca bir çalar əldə eləyir. Elə sualımız bundan ibarət ki, bir duanın mahiyyəti ilə inanırıq ki, hər kəs aydındır, yəni tanışdı. Amma sırf Ramazan ayı kontekstində bu ayda olunan dualar digər ayda olunan dualardan fərqlənirmi və üstünlüyü varmı? Bismillahirrahmanirrahim. Çox fərqlənir. Ramazan ayının özəl mövqeyi var Allah yanında. Bu özünü bir çox istiqamətlərdə göstərir. Məsələn, adı Quran-ı Kərimdə çəkilmiş yeganə aydır. Şəhr-i Ramadan əlləzi unzilə fihil Quran. Ramazan ayı Quran nazil olan aydır. Elə bu ayənin tərkibindən biz ikinci imtiyazı çıxarış edə bilirik. Ramazan ayında Quran-ı Kərim nazil olub və Quran-ı Kərim Ər-Rəhman surəsində ən böyük nemət kimi qələmə verilir. Bismillahirrahmanirrahim. Ər-Rəhman əlləməl Qur'anə xələqəl insan. Rəhman Allah Qur'anı təlim etdi, təlim verdi, insanı yarattı. İnsanı yaratmamış Qur'anı təlim vermək olmaz ki. Əlbəttə. Qur'anın təliminin önəminə görə onu Allah Teala önə çəkir. İlk olaraq o cümləni ifadə edir. Ramazan ayında olunan dualar başqa aylarda olunan dualardan qat-qat üstündür. Belə ki, məsələn, Ramazan ayında bir ayəni tilavət etmək, başqa aylarda bir Qur'an-ı Kərimi xətm etməyə bərabərdir. Dualar da elədir, verilən sədəqələr də elədir. Allah Teala ilə olunan münacatlar da elədir. Ramazan ayının dualarının başqa vaxtlardan fərqi isə İslam dininin ümumbəşəri kontekstinə aiddir. Biz başqa aylarda şəhidlərimiz üçün rəhmət diləyirik, öz ölənlərimiz üçün rəhmət diləyirik. Möminlər bir-birlərinə dua edirlər, alimlərə dua olunur, valideynlərə dua olunur və s. və ilaxır. Ramazan ayında isə bizə təlim olunan dualar belədir. Allahümmə əğni kullə fəqir. İlahi, dinindən asılı olmayaraq bircə dənə də yoxsul saxlama. Demir ki, bir müsəlman belə yoxsul olmasın. Bir insan belə yoxsul olmasın. Allahümmə əşbi' kullə caih. İlahi, bütün acıları doyur. Dinindən, kimliyindən, mövqeyindən asılı olmayaraq müsəlman olsun, Yəhudi olsun, Məsihi olsun, ateist olsun, deist olsun, bütpərəst olsun, müşrik olsun, fərqi yoxdur. Bütün acıları doyur, bütün çılpaqlara libas geyindir, bütün insanların borcunu ödə, bütün insanların haqqında Ramazan ayında dua eləmək bizə tövsiyə olunub. Ramazan ayında gündəlik namazlardan sonra məşhur dua məhz ümumbəşəri duadır. Adam bütün bəşəriyyətə dua edəndə qəlbi genişlənir. Düşünəndə bütün bəşəriyyəti düşünür. Əgər dinimiz bizə bütün bəşəriyyəti düşünməyi, bütün bəşəriyyətə dua etməyi öyrədirsə, o zaman görün bu çərçivə daraldıqca nə qədər çox əhəmiyyət verməliyik. Həqiqətən. Bütün bəşəriyyətin halını, vəziyyətini düşünüb Allahdan onlar üçün kömək diləyirəmsə,
O zaman gör müsəlmanlar üçün nə qədər əhəmiyyət qail olmalıyam. Əgər bütün müsəlmanları düşünürəmsə, o zaman gör öz millətim üçün nə qədər, öz xalqım üçün nə qədər dua etməliyəm. Öz xalqımın qeydinə qalıramsa, gör öz şəhərim üçün nə qədər əhəmiyyət qail olmalıyam. Öz məhəlləm üçün, nəhayət öz ailəm üçün, öz övladlarım, ailəm üçün və özüm üçün nə qədər əhəmiyyət qail olmalıyam. Baxın, İslam bizə belə geniş düşüncəni öyrədir Ramazan ayında. Ramazan ayının duaları başqa aylarda olunan dualar kimi deyil. Ramazan ayında olunan dualar insanı daha sürətli qabağa çəkir. Baxın, bəzi ibadətlər var. Əgər biz ibadətləri belə deyək, qidalara bənzətsək, bəzi ibadətlər var, bir vitaminə malikdir, bəzi qidalar kimi. Bəzi ibadətlər var, bir neçə vitaminə malikdir. Bəzi ibadətlər isə kompleks şəkildə insan mənəviyyatını müalicə edir. Məsələn, həcc ziyarəti, hədislərdə var ki, bir nəfər həcc ziyarətindən qayıdarkən şübhələnsə ki, görəsən mənim bütün günahlarım bağışlanıb ya yox, həccində xələl yaranar. Bəli. Niyə belədir? Çünki Allah Teala kompleks şəkildə insanı orada vitamin, belə deyək, yağışına tutur. Ehramı əyninə giyən kimi 24 iş adama haram olur. Yəni, insan günlərlə müxtəlif yürüşlər etməlidir, müxtəlif namazlar, təvaflar, Ərəfat çölündə qalmalıdır və s. və ilə axır. Böyük bir kompleks müalicə olduğu üçün təsiri də kompleks şəkildədir və sürətlidir. Ramazan ayı da belə kompleks şəkildə mənəvi müalicə üsuludur. Ramazan ayında insan mələk kimi olur. Məsələn, mələklərin ibadət sayılmayacaq saniyələri yoxdur. Mələklər daim ya Subhanallah deyirlər, ya Elhamdülillah deyirlər. Bəziləri daim səzdədədirlər, bəziləri daim rükudadırlar. Yəni, ibadət olmayan halətləri yoxdur. Ramazan ayında insan bir növ mələk kimi olur. Əvvəla fiziki baxımdan mələk kimi olur. Çünki mələk yemir, bu da yemir, mələk içmir, bu da içmir. Qismən. Mənəvi baxımdan isə 100% mələk kimi olur. Nəyə əsaslanırıq? Resulullah sallallahu aleyhi və aleyhi Şəban ayının xütbəsində buyurdu ki, bu Ramazan ayında yuxularınız təsbihdir, savabdır. Nəfəsləriniz, aldığınız və verdiyiniz hər nəfəsə mələklər bir Subhanallah yazırlar. Yəni, insan nəfəs almağa məcburdur. Nəfəs almasa intihar etmiş olar, nəfəs almasa ölmüş olar. Allah Teala Ramazan ayında oruç tutmuş adamın nəfəslərini belə Subhanallah kimi yazdırır. Deməli, Ramazan ayında insanın nə gecəsində, nə gündüzündə savab olmayacaq heç bir əməli yoxdur. Ona görə bizə deyilib ki, çalışın, xüsusi oruç tutun. Soruşanda ki, xüsusi oruç nədir? Buyururlar ki, dilinizdə oruç tutsun, gözünüzdə oruç tutsun. Orucu batil edən bir fiziki əməllər var, fiziki amillər var. Su içmək, yemək yemək, tüstü qəbul etmək, nə bilim, peyğəmbərlərin, imamların Allahın adına yalan danışmaq və s. və ilə. Bir də var mənəvi baxımdan orucu batil edən şeylər. Adamın ibadəti mənəvi baxımdan batil olsa, fiki baxımdan batil olmur. Bəli. Amma adamın ruhuna təsir də qoymur. Fiziki baxımdan orucu batil edən şeyləri az-çox bilirik. Bəli. Mənəvi baxımdan əsasən bir neçə şey yazılıb. Bir, naməhrəmə baxmaq yazılıb. 2, qeybət eləmək yazılıb. 3, böhtan demək yazılıb. Bu şəkildə. Belə çıxır ki, göz və dil günahları orucun mənəvi təsirini neytrallaşdırır, insana mənəvi təsir göstərmir. Və oruc fərdi ibadət kimi sayılsa belə, fikir verin, orucu batil edən fərdi, fiziki günahlar fərdi xarakter daşısa da,
mənəvi günahlar ictimai xarakter daşıyır. Kiminsə namusuna göz tikmək olmaz, kiminsə abrını aparmaq olmaz, kiminsə dalısıca danışmaq olmaz, kiminsə bir... Yəni, insani münasibətlərə toxunur orucu batil edən mənəvi amillər. Orucluq ayında dua daha güclü təsirə malik olduğu üçün mən sizə deyim, İslam alimləri duaya yenidən baxmağımızı tövsiyə edirlər. Deyirlər, insanlar duanı sadəcə rahatlıq olsun deyə edirlər. Duanın insana verdiyi rahatlıq var, təbii ki. Səhv eləməsəm, Alexis Carrel'ın bir sözü var. Deyir ki, özünə təlqin üsulları içində, özünə təlqin metodlarının arasında dua qədər 100% effekt verən ikinci bir təlqin yoxdur. Dua həddən artıq insana relaksasiya verir, insanı rahatlaşdırır, insanın gərgin əsəbləri sakinləşir və s. və ilaxır. Amma dua dinimizdə silahdır. Şeytana qarşı silah, şeytani sifətli insanlara qarşı silah. Kumeyl duasında Əli əleyhissalam Allaha ərz edir ki, bağışla o bəndəvi ki, göz yaşından başqa bir, belə deyək, əlində əməl yoxdur və ağlamaqdan başqa silahı yoxdur. Allah qatında ağlamaq, əlbəttə elə ağlamaq ki, mərifətlə ağlamaq, düşüncə ilə. O ağlamaq ki, insanda məyusluq yaratmasın, insanda yeni bir hərəkət yaratsın, o ağlamaq ki, mühərrik olsun. Belə bir ağlamaq müminin silahı sayılır. Musa aleyhissalam dəryanı dua ilə yardı, İsa aleyhissalam ölünü dua ilə dirildirdi. Resulullah sallallahu aleyhi və aleyhi ayı dua ilə iki kere böldü. Yəni, dua müminin silahıdır. Duadan virtual, fantastik, mistik və mifik bir amil olaraq bəhs etmək, onu həyatın bir kənarına atmaq qətiyyən dinimizə uyğun deyil. Dinimizdə deyilir ki, dua əgər çətinlik vaxtı olsa, insanın problemlərini həll edər. Ya bugün həll edər, ya sabah həll edər, amma həll edər. Asanlığı vaxtı olsa, insanın qarşısına çıxa biləcək bəlaları insandan uzaqlaşdırar. Yəni, duanın öncədən təsir qoyma xasiyyəti də var. Hətta Quran-ı Kərimdə buyurur ki, Furqan surəsində Rəbbiniz deyir ki, əgər sizin dualarınız olmasaydı, mən sizə etina etməzdim. İndi bəzi dualar insanın bədən dili ilə baş verir, bəzi dualar insanın zahiri dili ilə baş verir. İstənilən halda dua insanın həyatından çıxarsa, yavaş-yavaş insan əsəbi insan olar, məyus insan olar, yavaş-yavaş insan qəddar insan olar, yavaş-yavaş insan daşürəkli insan olar. Dua etdikcə insan özdə hiss edir ki, içimdəki buzlar, daşlar yavaş-yavaş əriyir. Xüsusilə insan acığı tutduğu müsəlmanlara dua edərkən, acığı tutduğu insanlara dua edərkən, onun qəlbində o insana qarşı bir mərhəmət duyğusu yaranır. İstəyir ona kömək etsin, istəyir ona yardım etsin. Təşəkkür edirik sizə bu təfərrüatlı cavablamaya görə. İnsanın həyatına və gələcəyinə, gələn günlərinə təsirini qeyd etdiniz duaların, amma bir dənə mühüm nöqtə var ki, insanın müqəddəratı. Belə ki, biz bilirik ki, müqəddəs Ramazan ayından növbəti aya qədər insanın müqəddəratı həll olunur. Qədr gecələrində. Bəli. Və kompleks şəkildə elə Ramazan ayı da qədr gecəsi olduğuna görə ümumi Ramazan ayı kimi götürsək, duanın, insanın öz duasının təqdiratına nə cür təsiri vardır bu ayda? İmam Məhəmməd Baqir Aleyhisselam'dan bir hədis var ki, dua qəza-və qədərin bir parçasıdır. Yəni Allah Teala bizim öncədən müqəddəratımızı əgər yazıbsa, o yazının bir hissəsi bundan ibarətdir ki, dua edərsə müəyyən dəyişikliklər olar. Hətta hədisdə var, xüsusilə səhərə yaxın və ələl-xüsus Ramazan ayının gecələrində olunan dua hər bir, necə deyərlər, sahəsi müəyyənləşən bir təqdiratı geri çevirə bilər. Məsələn, bir insan üçün müəyyən bir proqram fikirləşilib, indi mələklər tərəfindən təyin olunub, nə olacaq, nə vaxt baş verəcək, necə baş verəcək, bircə möhürlənməsi qalıb. Bəndə dua edərsə, o ləğv edilir.
Yəni bədanın yaranmasında duanın rolu var. Din terminlərdən biri bədadır. Yəni Allah Taala bilir insanın başına hansı hadisələr gələcək. Amma insan bilmədiyi üçün elə bilir ki, dəyişiklik olub. Həmin o elə bilirkiləri dualar yarada bilir. Yəni ola bilər bir insan dualarına görə 70 il yaşayacaqda 100 il yaşasın. Ola bilər bir insan dualarına görə ona şəhidlik qismət olsun, şəhadət qismət olsun. Ola bilər bir insan dualarına görə maddi baxımdan daha yaxşı rifaha malik olsun. Sadəcə biz çox tələskən varlıqlarıq. Biz ilahi sistemi əslində nümunəsini dünyada görürük, amma həmişə təzyiqdə saxlamaq istəyirik ki, biraz tələsik olsun. Xulqəl insanı min acəl. Allah təala buyurur, insan çox tələskəndir. Bəli. Adi məsələn dövlətlərin idarə olunmasında bir layihəni həyata keçirmək üçün aylar, illər keçir. Bəli. Niyə? Çünki bunun hər şeyi hazırlanmalıdır. Tədric qanunu dünyaya hakimdir. Allah Taala'dan isə tələb edirik ki, yox, dərhal. Axı biz Allahın hansı əmrinə dərhal əməl etmişik ki, Allahdan bu gözləntimiz var. O Resulullah idi sallallahu aleyhi və aleyh. Quran buyurur ki, qəd nərə təqəllübə vəccikə fissəma. Biz sənin səmaya baxdığını görürük. Sən qiblənin dəyişilməsini istəyirsən, ehtiyac yoxdur deyəsən, dəyişəcək. O Resulullah idi. Demədən Allah Taala onun istəklərini eləyirdi. Çünki Resulullah əbd idi. Quran-ı Kərimdə bütün peyğəmbərlərə əbd, yəni Allahın qulu adı verilib. Amma hərəsində bir, necə deyərlər, qeyd vurulub. Dünyada da belədir. Məsələn, dini elmlərdə, məsələn, təfsir elmində əllamə deyilirsə, hamı bilir ki, məqsəd əllamə təbatəbaidir. Ya fiqh elmində əllamə deyilirsə, bilinir ki, əllamə hillidir, məsələn. Ya fəlsəfədə deyilir, məsələn, Şeyxur Rəis, bilinir ki, İbn Sina'dan söhbət gedir. Ya fəlsəfədə deyilir, axund, bilinir ki, Molla Sədrədan söhbət gedir. Hər sahədə belədir. Bəli, bəli. Quran-ı Kərimdə də peyğəmbərlərin ya peyğəmbərliyə yaxın insanların haqqında qul ifadəsi işlədiləndə müxtəlif qeydlər gətirir. Məsələn, xatırla bizim qulumuz Əyyubu. Xatırla bizim qulumuz məsələn Davudu. Belə ifadələr işlədilir. Elə ki, Quran-ı Kərimdə deyilir, məsələn, Allah, o Allahdır ki, pakdır o Allah ki, gecə ilə öz qulunu Məscid-ül Əqsadan, yəni Kəbədən Beytül Müqəddəsə, yəni Fələstindəki Qüds evinə apardı, Meyrac ayəsində. Artıq heç kəs soruşmur ki, söhbət kimdən gedir? Kimdir peyğəmbər, kimdir Allahın qulu? Bəli. Çünki Allahın qulu, mütləq qul ifadəsi məlumdur kimə aiddir. Mütləq qul Rəsulullahdır. Yəni, mütləq qul Rəsulullahdır o deməkdir ki, o Allahın mütləq, istisnasız bütün əmrlərinə tabidir. Və Allahın əmrinə itaət etmədiyi saniyə yox idi bir. Allahın əmrinə itaət etməyən daxili və xarici üzvü yox idi iki. Yəni Resulullah birini sevirdisə, əmin olun ki, Allah sevirdi onu. Resulullah birinə qəzəblənirdi ki, əmin olmalı ki, Allah qəzəblənirdi ona. Çünki özündən heç nəyi yox idi. Resulullah buyurdu, əl-fəqru fəxri. Allaha ehtiyacla bağlanmaq, Allaha möhtac olmaq mənim iftixarımdır. Mən fəxr edirəm ki, əlhəmdülillah ki, Allaha bağlıyam. Allahdan qeyrisinə bağlı deyiləm. Bütün sahələrdə belə idi. İstisnasız belə idi. Ona görə də Allah da onun bütün istəklərini dərhal eləyirdi. Yoxsa, məsələn, Musa aleyhissalam kimi şəxs yazırlar ki, Firona nifrin ki elədi, 40 ildən sonra Firon məhv oldu. Yəni, bir duanın qəbul olunması bu qədər çəkdən Musa aleyhissalam arxain idi ki, sistem düz gedir də, mexanizm düz gedir. Yəni, Allah Teala deyib söyləyirəm, deməli, belə olmalıdır. Bəli. Xüsusi bir önəm verməlisən Allahın əmrlərinə ki, Allah sən istəkləri xüsusi önəm versin, yoxsa yavaş-yavaş edəcək. Hətta bəzən biz övliyaların dualarına baxırıq, dua edirlər, duanı elə edirlər ki, sanki utanır dua eləməkdən. Niyə? Çünki Allahı tanıyır, bilir ki, Allah nə edirsə gözəl edir.
Əyyub əleyhissalam haqqında var ki, məsələn, ənni məssəniyyət durur və əntə ərhamur rahimin. İlahi, ya Rəbb, mənə zərər dəyib və sən rəhm eləyənlərlə yaxşısan. Vəssalam. Heç nə istəmir. Niyə? Ədəb gözdür. Ya Yunus əleyhissalamın duasına baxın, Quran-ı Kərimdə məşhur zikri Yunusi yad ilə tanınır. La ilahə illə ente subhanəkə inni kuntu minəz zalimin. Səndən başqa tanrı yoxdur. Sən paksan, mən həmişə zalimlərdən olmuşam. Yəni özünə zülm edənlərdən. Davamında Allah təala buyurur ki, fəstəcəbnəllah. Biz onun duasını qəbul etdik. Sual yaranır. Hansı duası? Hansı dua? Onun elə Allaha diqqət yönəltməsi, o möhtac şəkildə Allahın dərgahına baxması kifayətdir. Çünki o ciddi adamdır. Bəli. Onun dili şit zarafat eləyən, boş-boş danışan deyil. Bəli. Allaha bir söz deyəndə Allah desin ki, bu dil yaxşı dil deyil, mən bunu etibar eləyə bilmərəm. Biz isə o qədər dua etməliyik, deməliyik, canfəşanlıq eləməliyik ki, Allaha sübut edək ki, bax, bu dəfə ciddiyəm. Bu dəfə ciddi istəyirəm. Onu etmədikcə çətin məsələdir ki, biz dərhal Allahdan nəticə gözləyək. Yəni, adama deyərlər, nə vermirsən Allaha ki, indi tələb edirsən. Sən özün zaten Allah Taala'nınsan. Duanın belə əhəmiyyətləri var. Başqa, əlbəttə indi bir söz deyim. Dualarda da, ümumiyyətlə müstəhəb işlərdə Əli əleyhissalam gözəl bir kəlam var. Buyurur ki, ürəyinizdən müğayət olun. Qəlbinizdən müğayət olun. Qəlb elə bir zərifdir ki, onu sındırsan, qəlbin quşu uçub gedər dahi geri qayıtmaz. Buyurur, nə vaxt görsəniz qəlbiniz münasib deyil, uyğun deyil, hazır deyil, sadəcə vacibləri yerinə yetirin. Elə gördüyünüz qəlbiniz uyğundur bu fəaliyyətə, müstəhəbləri yerinə yetirin. Dualar eləyin, gecə namazı qılın və s. və ilə. Hətta bizə buyururlar ki, hansı bir məfatih kitabından tutalım bir duanı oxuyursunuz, hansı cümlədə gördünüz ki, bezmişsiniz, dayanın. Və xüsusilə Qədir gecələrində ki, bizim müqəddəratımız həll olur. Düzdür ki, Qədir gecələrində tapşırılıb ki, ciddi cəhdlə dua edin, səhərə qədər namaz qılın, Quran oxuyun. Amma bir duadan yorulan kimi özünüzü məcbur eləməyin ki, sonra çatdırasınız. Keçin başqa duaya. İnsan bir tutumu var. Bəli, ona uyğun hərəkət eləməlidir. Vaciblərdə yox, vaciblərdə məcburuq. Amma müstəhəb işlərdə halımıza baxmalıyıq. Təşəkkür edirik sizə. Elə Qədr gecəsini vurğuladınız. Qədr gecəsinin əməlləri hamılığına məlumdur. Bunun mərufdur, yəni bunun bərabərində mübarək Ramazan ayının günlərində hansı duaları oxumağı, hansı dualardan istifadə eləmək tövsiyə olunmuşdur? Məfatih kitabında qeyd elədiyim kimi müəyyən dualar var. Əbu Həmzə Sumali duası var. Mən çox xahiş edirəm, mənaları ilə, tərcümələri ilə oxusunlar. Çox mühümdür. Çünki onu oxusalar görəcəklər ki, imamlar ilə bizim əhval-ruhiyyəmizə uyğun münacat yaradıblar bizim üçün. Deyiblər ki, belə danışın Allah Teala ilə. Şəbaniyə münacatı var ki, hər ayda oxumaq olar, çox ali mənaları var. Demək olar, böyük övliyalar, alimlər hamısı tövsiyə eləyiblər. Səhər duası var, iftitah duası var. Quran-ı Kərim tilavət eləmək. Allah Teala Quran-ı Kərimdə Ramazan ayını tərifliyində demir ki, orucluq ayıdır. Deyir, Quran nazil olan aydır. Ramazan ayının əzəməti Quran-ı Kərimdir. Ona görə mümkün qədər Quranla maraqlanmaq. Quran oxuyun, yoruldunuz, Quran tərcüməsini oxuyun, yoruldunuz, Qurana qulaq asın, yoruldunuz, Quran əzbərləyin. Belə Quran-ı Kərimlə sıx əlaqədə olmaq lazımdır ki, bizim yerə Allah Teala ilə əlaqəmiz çoxalsın. Biz Allahdan küsmüşük, Allahdan uzaqlaşmışıq. Bir gözəl hədis var. Allah Teala'nın sanki şikayətidir bizdən. Buyurur ki, ey məndən qaçmağa and içmiş bəndəm. Andını sındırdığın üçün kəffarə ödə gəl. Niyə and içmirsən ki, məndən qaçacaqsan? Məndən uzaqlaşmaqla necə iftixar edirsən, fərəhlənirsən? Mənim iblislə bir problemim yox idi. Nə deyirdim, edirdi. Bircə sənə hörmət etmədiyi üçün onu qapımdan qovdum. Sən isə necə nankorsan ki, qapımdan sənə görə qovduğum varlığa qoşulub məndən uzaqlaşmısan. Dəhşət. Mən iblisi sənə görə qovmuşam. Sən məni atıb gedib onu tutmusan. Biz uzaqlaşmışıq Allah Teala'dan. Yaxınlaşmaq lazımdır. Günahlarımız bizi məyus eləməsin. Əli əleyhissalam buyurur ki, heç bir günahkara ümidsizlik təlqin etmə.
Nə çox günahkar, günahın başına dolananlar ki, sonda aqibətləri xeyir olub. Ona görə də hamıya demək lazımdır ki, Allah Taala günahkarın da Allahıdır. Allah Taala hamının Allahıdır. Bəli. Xüsusilə dini məclislərdə iştirak etmək, məscidlərdəki dua mərasimlərində iştirak etmək, moizələrdə iştirak etmək. Baxın, bu moizələr, bu dua mərasimləri Ramazan ayı olsun, Məhərrəm ayı olsun, şəhadətlər olsun, mövludlar olsun, bunlar dırnaqarası baxlası şeylər olmamalıdır. Bəli. Çox adamlar olub ki, məhz belə məclislərdə tövbə eləyiblər. Mən dəfələrlə şahid olmuşam. Dəfələrlə şahid olmuşam. Yadıma gəlir, bir ara biz qəsəbələrin birində, Ceyranbatan qəsəbəsində biz Qədir gecələri keçəndə, Ramazan ayının gecələrini keçirəndə bəzi qardaşlar etiraz edirlər ki, bax, bu bir neçə nəfər içki içən də gəlir gecə, məsciddə yatır səhərə qədər, oyaq da qalmır. Bunlara bəlkə deyək ki, gedib evlərində yatsınlar. Mən deyirdim ki, yox, qoy burada yatsınlar. Qoy onların üzərinə bu duaların tozu qonsun. Bu namazların, bu moizələrin tozu qonsun. İnanın ki, onların əksəriyyəti indi aktiv namaz qılandı, ibadət əhlidir. Yəni, canlı şahiddirlər bu saat onlar. Bu dini məclislərin misli bərabəri yoxdur. Bunları dırnaqarası nəzərdə saxlamaq olmaz. Bunlar bizim ən vacib əməllərimizdə olmalıdır. Bəli. Ruhanilərdən biri deyir ki, bir dəfə getmişdim Məhərrəmlik məclisinə, İmam Hüseyin Sırrın Əzadarlıq məclisinə. Bir Hüseyniyyə idi. Elə daxil oldum Hüseyniyyəyə, gördüm ki, bir cavan oğlan möhkəm içkilidir. Gəldi səntirliyə yaxınlaşdı mənə, bir beyt dedi, bir şeir dedi. Şeirin Azərbaycanca mənası təxminən belə idi ki, könlümün hər zərrəsin bir dilrüba məndən alıb. Könlümün hər zərrəsin bir dilrüba məndən alıb. Bilmirəm qismət kimindir, indi bir zərrəm qalıb. Bunu dedi, deyir, ağladı. Demək istəyir ki, yəni dünya mənim hər tərəfim, qəlbimi parça-parça edib, qoparıb da. Deyir, yaxınlaşdım, dedim ki, bu sonuncu zərrə İmam Hüseynindir, bunu başqasına vermə. Bura gəlmisənsə, dini qapıya gəlmisənsə, artıq dinindir. Bu zərrəni başqasına vermə ki, böyüsün bu zərrə, qəlbini əhatə eləsin. Dini məclislərin mən dönə-dönə təkid edirəm, misli bərabəri yoxdur insanı islah etməkdə. Ümumiyyətlə, Ramazan ayının məclisləri isə neçə yüz qatdır. Baxın, alimlər buyururlar, xüsusilə seyri-suluk alimləri, yəni əxlaqi, mənəvi, irfani alimlər buyururlar ki, Ramazan ayı elə bir mübarək aydır ki, bəlkə də başqa vaxt, başqa aylarda 80 il gedə biləcəyin yolu bir gecədə gedə bilərsən. Qədir gecəsində, bir ayda gedə bilərsən. Yəni, başqa aylarda çətin ola bilər qeybətdən imtina etmək, haramdan imtina etmək, amma Ramazan ayında hamı edir deyə sənə qismən asan olar. Ola bilər ki, Ramazan ayında sən başqa vaxtlarda gedə bildiyin yolun 100 qatını gedəsən. Alimlərdən biri buyurdu, Ramazan ayı, Rəcəb, Şəban və Ramazan ayları Allahın tor atdığı aylardır. Tor atır, görüm hansı günahkar düşəcək bu tora, onu çıxarsın, islah eləsin, onu cəhənnəm odundan xilas eləsin. Ona görə bu ibadətləri müxtəlif şəkillərdə paylayıblar. Dediniz, hansı dualar? Bütün duaları oxumaq olar. Quran-ı Kərim tilavət eləmək olar. Səmimi qəlbdən gələn duaları da eləmək çox mühümdür. Valideynlərə, şəhidlərimizə, xalqımıza, müsəlmanlara, ümmətə, hətta dediyim ki, bütün bəşəriyyətə, Ramazan ayı duaları bütün bəşəriyyətə də aiddir. Alimlərdən biri gözəl bir misal vurur. Deyir, bir nəfər mənə qayıt dedi ki, bu Ramazan ayında ki, bu qədər dualar var, nə bilim, başqa aylarda həftənin birinci gününün duası, ikinci gününün duası, nə bilim, həftənin birinci günün namazı, bunların hamısını eləmək olmur axı. Deyir, mən ona qayıtdım, dedim ki, sən getmək istəyirsən A nöqtəsindən B nöqtəsinə. Avtobus dayanacağından avtobus gözləyirsən. Sən bütün marşrutlara minməli deyilsən ki. Əlbəttə. Geciksən o birinə min. Geciksən o birinə min. Axırı biri gəlib keçəcək oradan gün ərzində. Dualar da belədir. Məsələn, bir nəfərə Kumeyl duası ləzzət edir, onu oxusun. O birinə Əbu Həmzə Sumalı duası ləzzət edir, onu oxusun. O biri Quran oxumaq istəyir. O biri namaz qılmaq istəyir. Digəri istəyir ki,
elmi bəhs eləsin ki, Allamə Məllisi rəhmətullahi aleyh buyurur ki, Qədir gecələrində olan əməllərin içində elmi bəhs bütün dualardan qiymətlidir. Elmi öyrənmək, hətta səhv eləmirəm, səhər duasının ifadələrin birində var ki, ilahi, mənə elm ver, özü də təsirli elm ver. Təsirsiz elmin, xasiyyətsiz elmin bir mənası yoxdur. Adam var görsən, bütün məlumatları bilir, amma heç bir effekti yoxdur. Nə ictimai, nə fərdi, heç bir effekti yoxdur. Allah bizə təsirli, mənfəətli elm versin. Əsr namazının təqibatında da var ki, ilahi, sənə sığınıram, fayda verməyən elmdən. Biz bu əməllərə riayət eləməliyik təbii ki. Yoxsullara baş çəkmək, xalqımıza dua eləmək, xüsusən bu günləri, bu əminamanlığı bizim üçün yaradan şəhidlərimizin ruhuna dualar oxumaq, şəhid ailələrinə baş çəkmək, bunlar mühüm əməllərdir. Çox təşəkkür edirik sizə Hacı. Mən təşəkkür edirəm. Duanın barəsində çox təfərrüatları vardınız. Həqiqətən də elə nöqtələr açıqladınız ki, naraki tamaşaçılarımız üçün də ələl-xüsus bu mübarək günlərdə faydalı olacaq və onların da ibadətlərinə, dualarına böyük qatqı olacaq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Təşəkkür ederim. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəal Allah hər günümüzdə, hər anımızda ələl-xüsus mübarək Ramazan ayının bu mübarək günlərində dilimizi hər zaman dua ilə zinətləndirsin və dualarımızı öz dərgahında məqbul olan dualardan qərar versin. Növbəti buraxılışlara dək Allah'a əmanət.